Okey, deməli, bizim bu dərsimizdə keçən dərsimizdə demək printerə qədər keçmişik də, düzdür? Printer tam, hə, onlarda keçmişik. Printer tam keçmişdikmi? Yani hoş. Buraların hamısını keçmişik. Hə, okey, əla, super. Hə, burada əlavə hansı düymələri var? Gəlin onlardan danışaq. Deməli, şeir göndərmək üçündür. Bilirsiniz ki, artıq məsələn Word-də, Excel-də göndərməyə ehtiyac qalmayıb. Çünki bizdə məsələn Outlook proqramı var, özümüzün mail proqramımız var deyə sənədləri o şəkildə göndərə bilirik. Yəni buradan istifadə etməyəcəyik. Sadəcə bilin ki, yəni ən azından var. Sonra məsələn bizdə var export. Export çevirmədir. Məsələn keçən dərsdə sizə demişdim, PDF-ə çevirmək üçün necə çevirə bilərik? Bak. İmşehir. Orta seslerine seybediyen. Aha, düzdür. Save və yaxud save eləyəndə, bəli, biz o deyirik ki, hansı tipdə yadda saxlamaq istəyirəm. O zaman print PDF seçə bilirəm. Eyni zamanda biz exportla da PDF-ə çevirə biləcəyik. Sonra close var ki, close sənədi pəncərəsini yox, sənədin özünü bağlamaq üçündür. Pəncərəni bağlamaq üçün biz bilirik ki, bu close düyməsindən və yaxud Alt F4-dən istifadə edirik. Bəli, tam doğrudur. Close isə bu cari sənədi bağlamaq üçündür. Yəni görsüz pəncərə olduğu kimi qaldı, sadəcə sənəd bağlandı və klaviatura düyməsi olaraq arzu dediyi kimi Ctrl F4-dən istifadə edə bilərsiniz. Var account. Account isə bizim hesabımızı göstərir. Burada məsələn bizdə hesabımızın hansı versiya olduğunu və sair kimi update olarmı, olmazmı, bunlar məlumatını verir. Əlavə olaraq məsələn burada sistem settingsdə nələr var? Məsələn rəng seçimləri var. Dark var, məsələn black var, white var. Yəni bu şəkildə sistemin var. Həmin proqramın pəncərəsinin rəngini dəyişdirə bilərsiniz. Sonra məsələn bizdə bir də qaldı options. Optionsda əlbəttə ki, hamısını keçməyəcəm. Çünki options elə bir şeydir ki, məsələn belə deyək də, background-unu düzəltmək üçündür. Bizə də o lazım olmayacaq. Sadəcə sizə burada nələr deyə bilərəm? Məsələn deyə bilərəm save. Save bilirsiniz ki, yadda saxlamaqdır. Buradan da tipini dəyişdirə bilərsiniz. Buradan da həmin formada yadda saxlaya bilərsiniz. Var dilini dəyişdirmək. Dilini dəyişdirmək də ki, əgər burada yüklüdürsə, yüklü olduğu zaman dil dəyişdirə bilərsiniz. Əgər yüklü deyilsə, proqramın dilini dəyişdirmək mümkün deyil. Məsələn, açın Word-ü, hamınız açın. Açdıqdan sonra Options-a daxil olub Language bölməsinə keçid edin. Kızlar da siz məndə dilini dəyişirsə buradan Bəli, bəli, bəli. Hamı keçid elədi. Yuxarı hissədə hansı dillər yazılıb məsələn? İngilizce, Okey. Səndə nə yazılıb Fəqan məsələn? Okey. Aha. Yunus Rabiyə səndə nə yazılıb? bende o liste yok. Səndə Mac-dir. Ona görə biraz fərqlidir. Baxarıq indi. Səndə? İngiliz, Latin, Azerbaycan. Aha, sən? Bende Türk, Azerbaycan, Rus. Aha. Və orada gördüyünüz o dillər var. Məsələn, İngilis, Azərbaycan, Rus. Deməli siz bu üçündən də istifadə edə bilərsiniz. Proqram rus dilində də istifadə edə bilərsiniz, Azərbaycan dilində, İngilis dilində. Bu artıq sizin seçiminizdən asılıdır. Sadəcə nə edirsiniz? Dili seçib setas edirsiniz. Setas eləyəndən sonra həmin dil yuxarı qalxır və ondan sonra oku klikləyirsiniz. Oku klikləyib Word-ü bağlayıb açandan sonra proqramı ümumiyyətlə əməliyyat sistemini bağlamağa ehtiyac yoxdur. Sadəcə proqramdan çıxış edirsiniz və Word-ü təzədən açdıqdan sonra görəcəksiniz ki, həmin dilə çevrilibdir. Aydındır? Məsələn, indi yoxlaya bilərsiniz. Yoxlayın. Məsələn, sən yoxla. Yunus Rabiyə kompüterini gətirib gələ bilərsən, zəhmət olmasın. Sen de tam. Sağ olun, sağ olun. Kimin olmanı Sən də ancaq olmaz. So, Windows İngilizcen, o bir İngilizcen fərqi nədir ki? Hı? Windows İngilis yazılı və ondan o biri İngiliscen fərqi nədir ki? Dildən.
Baxa bilərəm hansını. Mesela 3 sene sesi, İngiliz, adlı ve tam bir de Microsoft Windows İngiliz. Səndə elə işlədir ki, səndə proqram əməliyyat sisteminin dili ilə bağlıdır. Əgər sən onu seçərsənsə, əməliyyat sistemində də dili dəyişəcək, proqramın dili. Ne kalsın seçin şeyin her ikisi. Elə Windows olan. Əslində sən oradan seçməliydin. Oradan dəyişməliydin. Aşağıda dil paneli var. Lap aşağıda taskbarın üstündə ingilis dili yazılıdır. Klaviaturun dilini dəyişdirdiyin yer. Lap aşağı. Proqram yox. Lap aşağı. Aha. Sağ üçüncü keç. Aha. Orada ingilis dili yazılır. Onu kliklə. Orada more keyboard settings'e daxil olursan. Orada məsələn yuxarıda görsən ingilis dili yazılıdır. Sağ küncdə, sağ yuxarı küncdə. Ha. Aha, bax orada seç olur. Görsən proqramın dilini ya Azərbaycanlı ya da ingilis dilində eləyə bilirsən. Yəni buradan dəyişsən hamısı birdən dəyişdirə bilərsən. Yüksek hiç ellemeyeyim de. Hə, söyle, heç nə ehtiyac yoxdur. Bakalım. Bilmiyorum. Ekran hamısı burada olur. Belki. Buna baxmağa çalışıram. Bax, məsələn, oradakılardan bəziləri var, amma hamısı yoxdur. Məsələn, dili dəyişdirmək, baxaq görə burada varmı? Gelişmiş dil ayarları. Türkçe. Biraz şeydə, Mac'də fərqlidir. Sağ olun. Hə, çox. Yox, bunu dərsdən sonra bir 5-10 dəqiqə baxarıq, yaxşı. Çünki şeydə kodda gedir. Fatimə gəldi, hə? Gəl Fatiməni qeyd etsin aparaq. Fatimə iştirak etdi. Niyə belə gecikirsən Fatimə? Yol uzaqdır. Yol değil aslında. Yaxındır deyə gecikirsən. Kız var evde. Hə? Mən burada qalıram, amma həmişə gecikirəm hər yerə. Hara ki yaxındır, ora gecikirəm. Uzaq olanda çünki çoxdan çıxmış olursun. Anlayacağım. Ne geldi? Hə, tamam. Okey, sonra məsələn bunları dedik, bizə lazım olan hissələr bunlar idi. Bence aslında günde şey koduyla kıyafeti İngiliz ama spelling, grammar ve yazıcı not installed. Yani o şeyden güçlenmiyor. Bir tek alıntılı yapan şey düzeltmeyecek. Yok, gerek olsa. Onu qırmızı şərtlər. Onu düzəltməyin yolunu bilirsən də. Əgər düzəltməsə məcbur şəkildə o şəkildə düzəldəcəksən. Demişdim yolunu. Ben Aha. bir şey yolculuyorum. Yox, Rohan bəli. seçili sonra oradan Azərbaycanla. Azerbaycan. Bəli. Yəni düzəltməsə də elə eləyə bilərsən. Başlayaq ondan. Deməli, artıq faylda bizə lazım olan qədərini bilirik. Əlbəttə ki, dərsin axırlarında sual-cavab eləyəcəm və praktik eləyəcəyik. Bu başqa məsələ. Amma indi keçirik home-a və yavaş-yavaş sənədlər yazmağa. Deməli, bizdə home-da nələr var? Bilirsiniz ki, hər bir qrupun, daha doğrusu hər bir lentabın öz qrupu olur. Məsələn, home-un qrupları clipboard, font, paragraf, stil və editingdir. Əlavə olaraq add-ins də var ki, add-insdəki məsələn elə proqramlar olur ki, paralel olaraq Word-lə bir yerdə işlətmək istəyirsiniz. Məsələn, ChatGPT ola bilər, məsələn, emoji proqramı ola bilər. Gətirib yüklüyorsunuz Word-ün içərisinə və o şəkildə istifadə edirsiniz. İndi onu da göstərəcəm sizə. Məsələn, birinci başlayaq clipboard-dan. Ümumiyyətlə, clipboard nə deməkdir? Mübadilə buferi deməkdir. Mübadilə buferi bir yaddaşdır. Kəsdiyim və yaxud kopyaladığım obyektləri öz yaddaşında saxlayan bir yaddaşdır. Və maksimum 24 kəsdiyim, kopyaladığım obyekti saxlayır. Artıq 25-cində əvvəldən silinmələr olur. Məsələn, tutaq ki, mən burada bir məlumat yazıram. Yazaq Div Akademi. Okey. Məsələn, mən bunu seçirəm və artıq bilirsiniz ki, kod nə deməkdir?
Aha. Və mən bunu kəsirəm. Kəsdiyim zaman Ctrl X-dan da istifadə edə bilərəm. Hətta obyektin üzərinə ya da komanda deyək daha doğrusu. Komandanın üzərinə gəldiyimiz zaman burada yazılı şəkildə bizə məlumatlarını verir. Məsələn, dayandım bunun üstündə. Deyir ki, cut Ctrl X funksiyası və nə işə baxdığını deyir. Remove the selection and və sair kimi bütün məlumatları verir. Və mən bunu gəldim, Ctrl X-la kəsdim. Artıq baxın, mübadilə buferinə baxıram və görürəm ki, artıq kəsdiyim obyekt gəldi, düşdü bura. Aydındır? Demək, kəsdiyim, kopyaladığımı yadda saxlayan. Və mən yapışdırmaq üçün pəstdən istifadə eləyə bilərəm. Həmçinin pəstin klaviatura düyməsi nə idi? P yox, V. V. P nə idi? Bəli. Ctrl V vasitəsilə yerləşdirdim. İndi məsələn, mən burada sadəcə div sözünü kopyalamaq istəyirəm. Gəldim, copy və yaxud Ctrl C. Görürsünüz, gəldi, düşdü bura. Yəni, ən axırıncı həm də həmçinin ən başda dayanacaq. İndi mübadilə buferini təmizləmək istəyirsiniz. Bu arada heç nə seçməyəndə cut copy deaktiv olur. Əgər nəyəsə kəsib kopyalamısınızsa, avtomatik pəst aktiv görünür. Məsələn, mən burada pəsti ol eləsəm, mübadilə buferində nə varsa, eyni şəkildə bura yerləşdirəcək. Player ol eləsəm, mübadilə buferini tamamilə təmizləyəcək və mən artıq heç nəyi pəst, yəni yapışdıra bilməyəcəm. Artıq görürsünüz ki, həmçinin pəst əmri deaktiv əmrdir. Ümid edirəm ki, bunlar sizə aydındır. Mübadilə buferini biz bu hissədə bağlaya bilərik. Deməli, bizdə sonra var Format Painter. Format Painter gəlin sizə fontu keçib sonra izahını verim ki, siz daha aydın başa düşə biləsiniz. Praktikasını elə eləyək də. Məsələn, nə deməkdir? Formatları eyniləşdirmək. İndi baxaq. Məsələn, mən burada bir yazı mətnim var. Bu mətnin, bu arada belə bir şey deyil. Məsələn, əgər kursoru bir dəfə, sol düyməni bir dəfə klikləsəz, kursor dayanır. İki dəfə klikləsəz, kursor sözü seçir. Üç dəfə klikləsəz, abzasını seçiləcək. Mən məsələn 3 dəfə kliklədim deyə mənim bütöv abzasım seçildi və mən yazı forması. Yəqin ki, Instagramda storylər falan paylaşanda artıq bunu bilirsiniz ki, məsələn biz yazının formasını başqa formatda istəyirik. Standart olaraq 3 formamız olacaq. Times New Roman, Arial, Calibri. Calibri necədir? Calibri 11 həmişə Word-ü açan kimi bizə görünəndir. Times New Roman daha çox universitetlərdə istifadə edəcəyiniz şeylərdir ki, məsələn, dövlət imtahanı olsun, sərbəst işləriniz olsun, digərləri. Hamısını Times New Roman 14 şriftində yazırsınız. Amma əgər dövlət sənədidirsə, rəsmi bir sənəddirsə, çap, peçat tələb edən bir sənəddirsə, artıq orada Arial 12 şriftində yazılmalıdır. Əgər məsələn siz getdiniz sənədi çapa peçatlatmalısınız da, siz yazdınız onu kalibri 12-də ya da kalibri 11-də. Artıq o peçatlanmayacaq. Çünki rəsmi qaydada deyil onun ölçüsü ya da ki forması. Aydındır? Yəni ölçü forma olaraq Arial 12 olmalıdır. Bu belə. Sonra məsələn, ölçü olaraq minimum 8, maksimum 72 aralığında artırıb azalda bilərsiniz. Amma bu burada belədir. Burada həmçinin, məsələn, 72 elədim, görürsünüz böyükdür. Mən daha da böyüdə bilərəm buradan. Gördünüz? Nə qədər sizin böyüdə bilirəm. Buradan da həmçinin daha da kiçildə bilərəm. Deməli, burada minimum 8, maksimum 72, amma burada daha çox böyüdüb, daha çox kiçildə bilərik, yəni söz deyənmədik. Nəsə, sonra var məsələn burada, məsələn bu sözü deyirəm ki, mən artıq necə yazmışam? Yazmışam ki, birinci hərfi böyükdür, birinci sözün birinci hərfi böyükdür, qalan hərflər balacadır, düzdür? Mən gəlirəm, burada case'lər var. Seçirəm. Birinci necə yazılıb? Bu. Hamısı kiçikdir, baş hərf böyük. Deməli, həmin formada yazacaq. Lower case, bu necə yazar? Hamısını kiçik yazacaq. Məsələn, bu necə yazar? Upper case. Bəli, capitalize var. Tamamilə doğru. Yəni, hansı formada görürsünüzsə, mətni həmin formada da yazacaq. Məsələn, mən dedim ki, hamısını böyük yazsın. Hamısını da böyük yazacaq. Sonra, məsələn, burada clear all formatı. Bəli. İkisinə çevirir də. Gördün? Məsələn, hamısı böyükdür deyə hamısı balaca elədi. Sonra burada var clear all formatting. Bu isə formatını təmizləyir.
Yəni əvvəlki versiyası kalibr 11 idi, düzdür? Gördünüz əvvəlki versiyasına saldı. Yəni mətni silmir. Mətnin formatını silir. Və mətni silmək üçün iki dənə düymə var. Delete, backspace. Delete və backspace'in fərqini bilən var. Arzu sən demə. Devlet tam silir. Backspace ise Yox, bütün cavablar eynidir. Bütün cavablar həmişə sən dediyin kimidir. Başqa kimsə bilirsə desin, bilmirsə arzu deyəcək. Mən bilirəm bildiyin üçün ki, magistrda oxumusan onu. Ya, okey, denən arzu. Seferlet kurs oradan. Aha, sağ tərəfi silir. Backspace sol tərəfi silir. Hə, okey, düz. Məsələn, tələbə də var ki, deyir ki, soldan sağa, sağdan sola. Bu adamı çaşdırır da. Uje mən avtomatik yadımdan çıxardıram soldan sağa, sağdan sola nə demək? Sadəcə bunu bilir ki, məsələn, burada dayanmışsınız. Kursorumuz A hərfindən əvvəldir. Əgər mən delete klikləsəm, sağdakı simvolları siləcək. Gördünüz? Arxa tərəfi sildi də, belə deyək. Amma backspace klikləsəm, əvvəlindəkiləri siləcək. Baxın, məsələn, burada dayandım. Gördünüz? Bu şəkildə. Yəni tam sildi, yarımçıq sildi, hərfi sildi, belə şey yoxdur da, yəni. Sağı sildi, solu sildi. Vəsə. Sonra deməli, var bu hissədə bold. Yəni yazdığım sözü qalın yazmaq, klaviatura düyməsi də istifadə etmək istəsəz, bəli, buradakılar baş hərfləridir. Məsələn, i italik, Ctrl idi. Underline, nə? İtalik kursivlə yazır, belə əyri, maili yazır. Underline altından xətli və xətti istədiyiniz formada burada dəyişdirə bilərsiniz. Məsələn, bunu seçdim və mən buradan rəngini də dəyişdirə bilərəm. Gəlirəm, məsələn, deyirəm ki, bunun rəngi olsun göy rəngdə. Yəni, belə. Dəyişdirmək mümkündür. Sonra üstündən xətt. Məsələn, bu üstündən xətti atıram deyirsiniz, məsələn, nədə istifadə edəcəm? Atıram, məsələn, Konstitusiya kitablarında. Konstitusiya kitabında bəli, bəli, əvvəlki maddə ləğv olunub, yeni maddə yazılırsa, üstündən xətt çəkilir və yeni maddə yanına qeyd olunur. Yəni, bu hallarda istifadə oluna bilər. Ya da ki, məsələn, bir müqavilə yazırsınız. Bu müqavilənin əvvəlki şərti ləğv olunubsa, bunu qeyd etmək üçün deyirsiniz ki, məsələn, bu şərt idi. Artıq üstünə xətt çəkdiniz. Yəni bu şərtin ləğv olunduğunu göstərirsiniz və yeni şərti yazırsınız. Yəni bu zaman istifadə etmək olar. Sonra məsələn bizdə var aşağı indeks, yuxarı indeksdən yazmaq. Məsələn, yazdıq burada, aşağı indeksi seçdim, yazdım buradan 2. Yuxarı indeksi seçsəydim, artıq bu yuxarıdan yazılacaqdı. Biz təkcə bunu burada istifadə etmirik. Aşağı indeks, yuxarı indeks ya da riyazi misallarda istifadə etmirik. Bunu belə də istifadə edə bilərsiniz. Məsələn, biz bir müqavilə yazırıq. Bu müqavilədə, məsələn, sizin ad soyadınız yazılan hissə həmişə boş olur ya da xətt çəkilir, altdan yazılır ad, soyad. Bu necə qeyd olunur? Məsələn, Enteri vurdum. Bu arada həmişə bu belə olacaq. Bu belə çevriləcək. Uzandı, gördünüz. Enter vurub xətt uzanan ki, Ctrl Z vurun, əvvəlki vəziyyətinə qayıtsın. Və siz buradan yazırsınız artıq. Gəlin biz bunu biraz balacalaşdıraq. Oy, təkcə bunu seçmişəm. Bütçə saniyə. Arial 12 voltu ləğv edirəm. Altından xətt çəkməyi də ləğv edirəm. Bunu eləyək. Aşağı düşdüm, Ctrl Z vurdum. İndi mən buradan yazıram ki, ad, virgül, soyad. Bağladım. Belə yazılır ki, bu balacalaşmalıdır. Mən x2 eləyərəm. Daha niyə yuxarı indeks elədim, onu da deyim. Mən aşağı indeks eləsəydim, biraz uzaq olur axı. Yuxarı indeks edirəm ki, xəttə yaxın olsun. Və mən bu xəttlə yazının arasında məsafə olmamalıdır. Onda nə edirəm? Paragrafda sətirlər arası interval var. Onu minimuma gətirib remove eləyirəm. Nə? O xətti shift düyməsini klikləyirəm. Bərabərin yanında tire var. Tireni sıxıb saxlayıram. Gördünüz? Yəni əslində müqavilələr bu formada yazılır. İndi biz yazacağıq, onu da görəcəksiniz. Yaxşı? Sonra bunu bağlayaq. Okey.
Bunu da bildik. Sonra məsələn burada yazılmış sözə effekt vermək. Baxın, buradan müxtəlif effektlər verə bilərsiniz. Burada daha çox seçimlər var. Məsələn, belə kölgə effekti var. Belə belə var. Yəni müxtəlif formada yazmaq mümkündür. Bu belə. Bundan sonra bir də var bizdə burada highlight effekti. Highlight məsələn biz kitablarda bəyəndiyimiz bir sözün ya da bizə lazım olan bir cümlə, xoşumuza gələn bir cümlə olanda üstünə rəngləyirik də. Baxın, bu onun üçündür. Məsələn, mən rəngi seçimini elədim. Deyirəm ki, bu rəngdir. Və gəlirəm hansı cümlənin istəyirəmsə rəngləyə bilərəm. Hansı sözün istəyirəmsə onu rəngləyə bilərəm. Aydındır. Rəngi də silmək üçün no color eləyirsiniz. Gəlirsiniz, bax, buradan silə bilərsiniz. Все. Gəlirsiniz, buradan da ləğv edirsiniz. Bu arada, hansı ki butonun işıq indikatoru yanır, ya görürsünüz, aktivdir. Yəni, mən nə yazsam, qalın yazacaq. Amma hansındakı yanmır, məsələn, görürsünüz, bu yanmır. Deməli, italik formada yazmayacaq da. Başa düşdü? Sonra, məsələn, qaldı bizdə burada şriftin rəngi, yəni hərflərin rəngi. Hərflərin rəngi isə budur. Məsələn, formada rəngini dəyişdirə bilərəm. Okey, bunu bildiysə, indi deyirəm ki, mən bu mətnə format vermişəm və mən istəyirəm ki, mənim digər yazdığım sözdə eyni formatda olsun. O zaman nə edirəm? Nəyin formatını istəyirəmsə seçirəm. Format pointeri aktiv edirəm. Görürsünüz, aktivdir. Və hansını tətbiq eləmək istəyirəmsə, fırça ilə üzərindən çəkirəm. Görürsünüz, avtomatik onların formatlarını eyniləşdirmiş oldum. Başa düşdünüz format pointerin funksiyası nədir? Okey. Sonra məsələn bir də fondun pəncərəsi var. Fondun pəncərəsi, baxın, burada belə bir pəncərə işarəsi var. Buradan açılır. Həmçinin Ctrl D ilə də istifadə edə bilərsiniz. Kliklədim. Belə bir pəncərə açılır. Bu pəncərədə hamısını artıq bilirsiniz. Məsələn, yazı formasıdır, ölçüsüdür, nə bilim, və s. bütün hamılarını bilirsiniz. Sadəcə burada bizim bilmədiyiniz hidden əmridir. Hidden gizlətməkdir də. Məsələn, mən deyirəm ki, bu mətndə bunu gizlətmək istəyirəm ya da gəlin hər ikisini də seçək. Fonda keçid elədim və gəlirəm buradan hidden edirəm. Və həmin mətndə həmin cümləni, abzası, sözü və ya hərfi gizlədə bilərsiniz. Aydındır? Silinməyib, sadəcə gizlətmisiniz onu mətndən. Necə geri qaytara bilərəm? Mətnini seçərəm Ctrl-A ilə. Yox, Ctrl-Z-dir geri qaytarmaq. Amma onunla eləmirsiniz. Onunla geri qaytardınız, okey. Bəlkə mən ondan sonra çox iş görmüşəm ya da save edib təzədən atmışam sənədi. Görüm nə gizlətmişəm, ona baxmaq istəyirəm. Onda nə edirəm? Ctrl-A elədim. Gəldim, hardan ki hidden eləmişdim, onu deaktiv edirəm. Belə olmamalı da. Belə olmamalıdır. Bunda gizlənmiş sayılır. Tamamilə boş olmalıdır buton. Və oku kliklədiyim zaman həmin o gizlətdiyim obyektləri geri qaytaracaq. Aydındır bunlar? Okey. Bu da belə. Sonra məsələn paraqrafdan danışsaq, bilirik ki, paraqraf abzas deməkdir. Yəni mən abzaslarını işləsəm, məsələn, abzası soldan yazmaq, sağdan yazmaq, ortadan yazmaq, tam düzləndirmək, sətirlər arası intervalını dəyişdirmək, abzası addım-addım sağa çəkmək, yəni xəttkeşlə yazmaq və s. bunlar kimi. Məsələn, baxaq, burada hamısı nələrdir? Məsələn, markerləməkdir. Bu abzası markerlədim. Enter vurdum, avtomatik bu da yazılacaq. Mən bir dəfə də enter vursam, artıq o yazılmayacaq. Başa düşdünüz? Yəni, axırıncı dəfə yazmamışam deyə, hər hansı bir məlumat yazmamışam deyə, onu ləğv edir markerləməni. Amma gəldim, görürsünüz, hələ də aktivdir. Gördünüz, bu şəkildə istədim. Olacaq. Olacaq. Sonra məsələn, burada da həmçinin bax ki, məsələn, baxın, burada hərflə, rəqəmlə yaza bilərsiniz. Sonra məsələn, burada yaza bilərsiniz, tutaq ki, deyirəm, birin birincisi, birinci maddənin birincisi, ikinci maddənin ikincisi və s. Yəni, iç-içə yazmaq mümkün. Bu şəkildə. Bundan sonra, deməli, bizdə nələr var? Baxın, xəttkeş hardadır? Buradadır, düzdür. Deməli, bu xəttkeş hardadır? Mən oradan başlamış sayıldım da. Xəttkeşi mən buradan da apara bilərəm.
və yaxud buradan da apara bilərəm. Yəni xəttkeşin hərəkətidir. Keş yok diye ama Aktiv eləmək üçün view-dan ruleri aktiv eləyə bilərsən. View, ruler. View lane tabını tapdın yuxarıda. Ortada ruler yazıb görsən, onu aktiv elə. Hepsi. Hı -hı. Deməli, xəttkeşin yerini dəyişdirmək üçündür. Bu sağa aparacaq, bu isə sola aparacaq. Sonra burada məsələn var A-dan Z-yə düzmək və yaxud da əksinə Z-dən A-ya düzmək. Bu daha çox cədvəldə istifadə edəcək və daha çox Excel-də istifadə edəcək. Yenə də burada lazım olarsa istifadə edə bilərsiniz. Məsələn, bir sıralamanız var, sıralama qarışıqdır. Yəni birdən ona və yaxud da ondan biri düzülməyibdir. Onda istifadə edə bilərsiniz. Yox. Bax ki, rəqəmlər qarışıq formada verilib. Qarşılıqdır. Mən bunu avtomatik düzmək istəyirəm. Seçdim. A-dan Z hissəsinə gəldim. Əgər ascending vursam, A-dan bəli, düz. Descending vursam, tərsinə düzəcək. Məsələn, tərsinə istəyirəm, descending elədim. Görürsünüz? Böyüdün kiçik. Bəli, bəli, tamamilə doğrudur. Tərsinə düzdür. Sonra burada çap işarəsi var. Bu çap işarəsi nə deməkdir? Çapda görünməyən simvollar göstərir. Bunu məsələn aktivdir. Ki, heç nə göstərmir. Amma çapda görünməyən simvol nə deməkdir? Məsələn, tutaq ki, mən burada siz bu arada bunu deaktiv eləməsəz, bu həmişə burada qalacaq da, yəni özünüz gəlib deaktiv və yaxud aktiv eləməlisiniz. Məsələn, mən buradan yazmışam, gəlin silək, BDU. Abreviaturadır da bu. Mən bu abreviaturanın açılışını bilməyənlər üçün yanında qeyd edirəm. Necə? Seçirəm, referensə keçid edirəm. Burada mark entry əmri var. Və gəlirəm bunun açıqlamasını yazıram. Deyirəm ki, bunun açıqlaması Bakı Dövlət Universiteti. Universiteti. Okay. Mark və yaxud da Markov eləyə bilərsiniz. Harda video varsa hamısına tətbiq eləyəcək Markov. Yalnız seçdiyinizi istəyirsinizsə artıq mark eləyirsiniz. Bunu bildik. Və fikir versiniz, avtomatik çap işarəsi aktiv oldu. Mən çapı bağlasam, o onu göstərməyəcək. Nə zaman çapı aktiv eləsəm, bu işarəni aktiv eləsəm, çapda görünməyən simvollar göstərəcək. Hətta mən bunu aktiv eləmişəm. Ctrl-P var, amma göstərmir. Görürsünüz? Siz onu çap eləsəz də onu göstərməyəcək. Sadəcə burada görürsünüz abreviaturanın mənasını, açılışını. Başa düşdünüz? Çapı ləğv edin. Silinmir, sadəcə gizlənir. Sonra yazılmış mətni soldan yazmaq üçün, məsələn, bu komanda var ki, align left, məsələn, Ctrl-L baş hərfdir, demək olar çoxu. Məsələn, left, right, justify. Baş hərfini götürübdür. Ctrl-L soldan yazmaq. Ctrl-R sağdan yazmaq. Ctrl-J tam düzləndirmək. Justify. Amma bu center. Bir də Ctrl-C'yi biz hardasa istifadə eləmişik. Nə idi Ctrl-C? Kopyalama. Ona görə ikinci hərfi gedib götürüb Ctrl-E. Ctrl-E isə ortadan yazmaq üçündür. Amma bu Word-ə aiddir. Ctrl-E Excel-də flash fill funksiyasını yerinə yetirir. Yəni avtomatik doldurmadır. Burada amma Ctrl-E ortadan yazmaq üçündür. Deməli, bunu bildik də Ctrl-L soldan yazdıq, Ctrl-R sağdan, Ctrl-E ortadan, Ctrl-J tam düzləndirmək. Bəs tam düzləndirmək nədir? Bilirsiniz? Aha, yəni səliqə ilə nə deməkdir? Yani sətirlər alt-alta eyni. Bəli. Kitablarda necədir? Görürsüz, kənarları elə bir xəttkeşlə çəkilibdir. Heç bir çıxıntı olmur. Baxın, o çıxıntı olmamağı üçün həmin bu Ctrl-J-dən, Justify-dan istifadə olunur. Bu belə. Sonra məsələn burada sətirlər arası interval var. Məsələn, seçdiyim adətən dövlət deməyim, universitet sənədlərində 1.5 olur. Baxın, burada 1.5-dən
dəyişdirə bilərsiniz və yaxud da başqalarından da istifadə edə bilərik. Əgər tamamilə silmək istəyirsinizsə boşluğu minimuma gətirin, sonra da vurun remove. Görürsüz, maksimum dərəcədə bir-birini kompakt vəziyyətə saldı. Bir-birinə yaxın yazdı. Artıq məsələn siz ərizə, müqavilə yazanda bundan istifadə edəcəksiniz. Sonra məsələn burada var abzasın rənglənməsi. Abzası bütöv rəngləyir. Gördünüz? Məsələn mən burada dayansaydım, gəlib buradan seçsəydim, görürsüz təkcə birinin rəngini dəyişdirdi. Hamısını seçdiyim üçün seçdiyim bütün hər yerin rəngini eyni rəngdə eləyir. Və bir də cədvəl halına salmaq. Bunu daha çox biz Excel-də istifadə edəcəyik. Məsələn, bottom border, aşağı xətti, top border, yuxarıda, left, sol, right. Məsələn, buradan indi özünüz hamısına baxa bilərsiniz, amma ən çox all borderdən istifadə edəcəyik. Burada yox, Excel-də, amma yenə də dedim, buradan istifadə etmək mümkündür. Çünki biz bunu əgər cədvəl yaratmaq istəsəz, table'dan istifadə edə bilərsiniz. Bunu da buradan böyüdüb balacalaşdırmaq mümkündür. Düz xəttin üstündə dayanırsınız. Görək böyüdüb balacalaşdıra biləcəkmi? Dəyişmədi. Okey, siz özünüz baxarsınız, bir də mənim kontentimdə olur belə şeylər. Bu da belə. Hər şey aydındır. Aha, ümid edirəm çətinliyiniz yoxdur. Deməli, stillərdə bura baxın, sonra praktik eləyərsiniz. Biz stili burada istifadə etməyəcəyik. Mündərcət yaradacağıq avtomatik. Onda istifadə edəcəyik. Çünki burada headinglər var, yəni başlıqlar var. Bilirsiniz ki, headinglər heading 1-dən hashtaglərində elə bil. Taglər H1-dən H6-ya qədərdir. Məsələn, 1 ən böyükdür, 2 ondan biraz balacadır, 3 ondan daha balacadır, 6-ya qədər gedir. Yəni balacalaşa gedir. Və məsələn, ən böyüyünü istəyirsinizsə, heading 1 seçə bilərsiniz. Hətta bunun, məsələn, baxın, yanında belə bir düymə olur. Bu başlıq olduğu üçün mətni özünün içərisinə yığır. Gördünüz? Yəni bu formada açıb bağlaya bilərsiniz. Bunu hardasa keçmişdik elə bil. Harada keçmişdik? File Explorer'də yadınızda bu düymə var idi. Açıq, bağlanmış vəziyyətdə, açıq vəziyyətdə. Okey, bu da belə. İndi sadəcə məlumat olaraq verdim, amma biz mündərcatı yaradanda avtomatik görəcəksiniz. Məsələn, mündərcat bilirik də bu kitabın hansı vərəq, hansı mövzusu, hansı vərəqdə olduğunu göstərir. Və biz onu əlbəttə ələ yazmasına yazmaq mümkündür. Məsələn, yazarsınız ki, informatikanın əsas anlayışları birinci səhifədədir. Yaza bilərsiniz ki, software 27-ci səhifədədir. Məsələn, yaza bilərsiniz ki, MS Word 90-cı səhifədə. Məsələn, bu sizin zamanınızı alacaq. Tək-tək baxmalı olacaqsınız. Nöqtə-nöqtə rəqəmi yazmalı olacaqsınız. Və mündərcatı keçid özünüz eləmiş olacaqsınız. Amma siz avtomatik düzəldəndə üzərinə Ctrl klik eləyən kimi həmin başlığa sizi aparacaq. Yəni avtomatik keçid düzəltmiş olacaqsınız. Bu belə. Sonra bizdə var editing. Editingdə nələr var? Find, replace, select. Find tapmaq. Bildiyimiz məsələn WhatsApp-da axtarışımız olsun, nə bilim axtarış bilirsinizsə, Ctrl F ilə də istifadə edə bilərsiniz. Navigation səsi açılır və mən yazıram məsələn video. Yazan kimi avtomatik video hardadırsa çıxardır. Hansı seçim məsələn çox da çıxa bilərdi. Çünki məsələn əgər məsələn çoxlu video yazmışamsa, hansını istəsəm seçirəm, həmin onu aparır məni. Burada bunu seçdim, avtomatik bunu göstərdi. Və klaviatura düyməsi olaraq dediyim kimi Ctrl F-dən istifadə edə bilərsiniz. Üzərinə gəlində bunu görə bilərik. Təkcə burada yox. Bütün pəncərələrə Ctrl F aiddir. Məsələn, hər hansı bir PDF-iniz var. O PDF-də hər hansı bir hərf ya da ki, söz axtarırsınız. Ctrl F vurursunuz, axtarışınızı eləyirsiniz. Yəni təkcə Word sənədində deyil bu. Replace bir sözü başqa sözlə əvəzləməkdir. Klaviatura düyməsi olaraq Ctrl H-dan istifadə edə bilərsiniz. Və mən replace-in üzərinə klikləyəndə find yox, ya da ki replace yox. Find and replace pəncərəsi açılır. Çünki burada həm find var, həm replace-in ikisi də var. Həmçinin go to əmri də var. Bunların hamısını izah edəcəm. Find-i artıq bilirsiniz, yəni nəyisə axtarmaq üçündür. Replace isə mənim axtardığımı hər hansı bir başqa bir şeydən əvəzləməkdir. Məsələn, mən deyirəm ki, BD abreviaturasını adpul ilə dəyiş. Adpul. Seçdim və
Əgər var burada replace tək-tək tapıb əvəzləyir. Replace all hardakı BD sözü varsa hamısını eyni vaxtda əvəzləyir. Find next sadəcə tapır göstərir ki, hardadır bu söz. Cancel isə bunu tamamilə ləğv etmək üçün. Məsələn, mən deyirəm ki, replace elə. Gör, həmin o BD sözünü özü üçün dəyişdi. Başa düşdük. Klaviatura düyməsi olaraq Ctrl H-dan istifadə elədik. Həmçinin burada go to komandası da var ki, məsələn burada nələr var? Deyir səhifədən səhifəyə keçir, başlıqdan başlığa keçir, sətirdən, bookmark əlfəcindən əlfəcinə keçir. Əlfəcin nədir bilirsiniz? Bəli, kitabın arasına qoyduğumuz həmin o balaca olur ya da ki belə bəli, ayrıc. Onlar. İndi məsələn deyirəm ki, burada nə var? Tutaq ki, mənim bir yox, 10 dənə səhifəm var. Amma birdə dayanmışam. Mən əgər bura vursam, plus 5 hara gedəcək? Birdə dayanmışamsa, 5 səhifə sonraya. Məsələn, -5 vursaydım, 5 dəfə geri gedəcəkdi. Amma birdə dayanmışam, hara gedə bilər ki bu? Dayanıbdır da. Geri qaytarma imkanı yoxdur. Bəli, elə birdə də dayanacaq. Məsələn, mən dayanmışam 7-də, vurmuşam 10 dənə vərəqim var ha. Vurmuşam 5. Hara gedə bilər bu? Maksimum 10-a. Elə 10-da da dayanacaq. Nə olsun məsələn mən 5 dənə vurmuşam. 3 dəfə gedə bilər də bu. Çünki 10 dənə vərəqim var axı. Yeni vərəq də yarada bilməz. Yeni vərəqi ancaq biz insert-də blank page ilə yarada bilirik. Bu belə. Sonra var bizdə select, seçmək. Məsələn, select all. Klaviatura düyməsi nə idi? Bəli, Ctrl-A-dan istifadə edə bilərsiniz. Select object. Məsələn, seçdiyimi obyekt formasında yadda saxlayır. Məsələn, mən object elədim. Görürsünüz, kənara vuranda onu ləğv eləmir. Obyekt kimi saxlayıb onu. İstifadə edəcəksinizmi? Heç vaxt istifadə etməyəcəksiniz. Amma komand olaraq bilin. Burada sizə lazım ola bilər, məsələn, bu formatları eyni olan sözləri seçmək çox maraqlıdır. Məsələn, gəlin burada bunu açsaq və mən deyirəm ki, yox, bunu açmayaq, burada eyni yoxdur. Burada açmayaq. Obyekt yönlü. Okey, olsun bu. Məsələn, mən deyirəm ki, bu sözlə eyni formatda olan sözlər lazımdır mənə. Gəlirəm, yəni hamısını tək-tək tapmıram da. Gəlirəm burada, format görsünüz, seçdim. Onunla eyni formatda olanları seçdi. Başqa yerdə varsa onu da seçərdim. Məsələn, gəlin bunu seçək, seçdim. Gördünüz? Bunlar eynidir deyə onları seçdi. Görürsünüz, hətta mən bu vərəqə keçməmişdim ki, amma yenə də seçdi bunları. Gördünüzmü? Və mən eyni vaxtda hamısını düzəliş eləyə bilirəm. Baxın, hamısını eyni vaxtda rəngini dəyişdirdim. Gördünüz? Yəni bir də artıq tək-tək seçməyinizə ehtiyac yoxdur. Məsələn, başlıqlar yaratmışsınız da. O başlıqların hamısı mavi rəngdə deyil. Məsələn, qara rəngdədir. Hamısı eyni formatdaysa seçir, hamısına eyni vaxtda mavi rəng verə bilərsiniz. Ya da məsələn, hamısını eyni vaxtda silə bilərsiniz. Ya da məsələn, yazı formasını dəyişə bilərsiniz. Yəni, istədiyiniz dəyişikliyi eləyə bilərsiniz eyni vaxtda. Aydındırmı? Okay. Bu da belə. Bir dənə select-də qalır. Select pane. Select pane isə əgər siz cədvəl nəymiş, sənədinizə bir fiqur əlavə eləmişsinizsə, onun adını göstərəcək və siz onu gizlədə bilirsiniz. Məsələn, insert-i keçdim. Shapes-də məsələn deyirəm ki, belə bir fiqur əlavə edeyik. Figurumu yaratdım. Və mən deyirəm ki, bu fiquru istəmirəm, gizlənsin istəyirəm, amma silinsin istəmirəm. Gəlirəm select pane-dən, bax, buradan gizlədə bilirəm. Gördünüzmü? Ctrl P-vanı, yəni çapa vuranda artıq bu düşməyəcək. Və gəlib buradan təzədən göstərmək üçün gəlib buradan aktiv eləyəcəm. Ctrl P. Görürsünüz, artıq görünür. Ümid edirəm bunlar sizə aydındır. Bir dənə add-insi də izahını verim. Add-ins isə dediyim kimi, məsələn, hər hansı bir proqramdır. Gedib Microsoft
Store-dan yükləmirsiniz ya da Chrome-dan yükləmirsiniz. Gəlir avtomatik deyirsiniz Word-ün içərisinə yükləmək istəyirəm. Məsələn, atıram burada emoji lazımdır mənə, tez-tez lazım olur məsələn. Emoji proqramını add eləyirsiniz. O gəlib yüklənir. Və siz artıq həmin o emoji proqramından rahatlıqla heç ara daxil olmadan, ya da hardansa götürmədən buradan istifadə edə bilərsiniz. Amma nəsə məndə açılmadı. Görək açılır mı? Hə, nəsə error verdi. Okey, olsun, eyb yox. Amma əsas odur mənasını bildiniz, özünüz yoxlayarsınız. Bir çətinlik var. Nəsə sualınız var? Okey. Tamam. Onda gəlin yavaş-yavaş bir yerdən başlayaq. Məsələn, qrupa tərcümeyi hal formasını göndərəcəm. Tərcümeyi hal forması bilirsiniz ümumiyyətcə? Yəni, hələ qısa konkret bilirsiniz. Onda hər ehtimal bilməyənlər üçün nümunə göndərəcəm. O nümunəyə baxaraq öz tərcümeyi halınızı yazın. Tərcümeyi halda məsələn necə yazılacaq? Birinci başlıq yazılır ki, tərcümeyi hal yazılacaq ortadan. Ortadan yazmada artıq bilirsiniz. Ctrl-E və yaxud da paraqrafdan bu düyməni klikləyərək ortadan yaza bilirsiniz. Sən sayılır. Aha, Bəlkə. bəli. Orada artıq Arial 12 ilə yaza bilərsiniz. Məsələn, mən sizə tərcümeyi hal olaraq göndərim. Bir saniyə. Arialdan burada çox deyə hansını seçin? Fərqi var. Arı dümdüz Arial yazılıb belə. Baxın. Hopsa, bir saniyə. Harayı başlamışam. Ha, tapdım. E, 5-10 dəqiqə istirahət edə bilərsiniz bu arada. 5-10 dəqiqə istirahət edin, sonra başlayın. Reformu da stop edək.